Bir ildən artıqdır ki, Xırdalan şəhərində fəaliyyət göstərən 2 saylı orta məktəbin müəlliməsi olan Vəfa Həziyeva Abşeron 2 saylı orta məktəbin direktoru Gülnar Kərimovanın ona qarşı apardığı şər böhtan kampaniyasına qarşı mübarizə aparmaqdadır. Şikayətçi olan Vəfa Həziyeva onu da bildirir ki, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayevanın göstərişi ilə onun haqlı şikayətindən yayındırmaq üçün hətta 1000 hiləyə belə əl atırlar. İndi isə baş verənləri şikayətçinin öz dilindən sizlərə təqdim edilir. Vəfa xanım, siz Orxan Şirəliyevin qəbuluna gəldiniz. Orada nə baş verdi, nə dedi? Sizdə söz vermişdi ki, nəsə burada barışıq olmalıdır Gülnaz xanımla, nəsə. Nəticə necə oldu? Deməli, hər vaxtınız xeyir olsun. Orxan Şirəliyev ilk öncə məni 25 apreldə idarəyə dəvət elədi və ondan sonra bir dəfə də dəvət elədi. Məndən xahiş və tələb elədi ki, müəllimə xahiş edirik, mətbuatda olan prosesləri sakitləşdirin. Yəni, bizim bu qanunsuz işlərimizi mətbuata verməyin. Sadəcə olaraq biz istəyirik ki, siz barışığa gələsiniz və mən də bunu sizə kişi kimi söz verirəm. Hər bir şeyi xahiş edirik, dayandırın və onu da sizə bildirim ki, Gülnaz xanımı Xırdalan 2 saylı məktəbdən rotasiya edirik. Ona görə də sizə bizim sözümüz odur ki, iyun ayının 4-ü Sumqayıt şəhər apellyasiya məhkəməsində olan məhkəmədə biz barışıq göndərəcəyik və bu məsələ xoşluqla həll olunacaq. Və xahiş edirik sizdən artıq dərəcədə yəni bu məsələləri sakitləşin. Mən də dedim, problem deyil, heç bir problem yoxdur. Yəni siz mənə söz verirsinizsə, heç bir problem yoxdur. Yəni mən də sakit dayanaram, mən də barışığın, sülhün tərəfdarıyam. Təbii ki, 25 apreldən sonra bir dəfə də bu proses davam elədi. Onu da nəzərinizə çatdırım ki, mən 3-5 mart tarixindən 23 aprel tarixinə qədər Xırdalan şəhər 2 saylı orta məktəbdə maliyyə yoxlamasının təşəbbüskarı, yazdığım 5 məktubla bərabər təşəbbüskarı mən olmuşam. Demək olar ki, Abşeron Xızı Regional Təhsil Şöbəsində olan məktəblərdə ən çox, yəni günlərlə oturan məktəb Xırdalan 2 saylı məktəb olub və verdiyim bütün şikayətlərin hamısı da yəni öz təsdiqini tapmışdı. Təbii ki, normal bir proses idi. Orxan Şirəliyevin məni aprel ayının 25-i çağırıb barışığa dəvət etməsi və mən də heç bir problem olmadan sülhə razılaşdım. Dedim, heç bir problem yoxdur, mən razıyam. İndi bir məsələ bu yerdədir ki, artıq bugün məhkəmədir və bunlar həmişəki kimi məni aldatdı. Mənə çox maraqlıdır İlham Abdullayeva və sən necə region rəhbərisən ki, sən necə idarə etmə sistemin var ki, sənin direktorun sənə tabi deyil və yaxud da əgər sən direktorumu razı salmamış, məni niyə barışığa dəvət edirsən? Mən zaten hüquqi müstəvidə, hüquqi yolda məhkəmə predimeti ilə öz haqqımı tələb eləyirdim. Mənim başqa əlimdə əsaslarım var və o əsasları sizin verdiyiniz söz sayəsində mən saxladım. Mən cənab baş prokuror Kamran Əliyevin qəbulunda olacaqdım. Mən Fuad Ələsgərovun qəbulunda olacaqdım. Mən digər müstəvilərdə öz fikrimi çatdıracaqdım. Keçdim. Son zəng prosesinə görə, hal-hazırdakı proseslərə görə Gülnaz Kərimova hər müəllimdən 200 manat pul yığırdı. Dedim, barışıqdır, bu mənə söz verib, problem deyil. İnanırsınız, o müəllimlər, Xırdalan 2 sayının müəllimləri o qədər o insan güc göstərir ki, qorxusundan mənə zəng eləyir ki, Vəfa müəllimə, biz bezmişik bunun əlindən. Biz bezmişik. Nə qədər biz bu insana pul yığıb verək? Maliyyə yoxlaması gəldi, maliyyə yoxlamasını yola verməkdən ötürü müəllimlərin hər birindən lotereya adı altında 200 manat, 100 manat pul yığdırdı. Verdim mətbuata. Maliyyə işçilərini özünə tərəf çəkməkdən ötürü Aqil, bir də Elşad adlı məsləhətçini. Getdin Ziya kafesində oturdum, çörək yedim. Örtbastır elətdirməkdən ötürü. Verdim mətbuata. Başa düşmədim, sən kimsən ki? Ağasan, bəysən, burada mənəm Bağdadda Körf xəlifəsən. Sənə kim ixtiyarı verir? Sənə kim ixtiyarı verir?
Mən müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam. Haqqı, hüququ tapdalanmış bir müəlliməyəm. Mən bugün cənab prezidentimin güclü siyasətinin altında, qürurlu siyasətinin altında özümə güvənərək öz haqqımı tələb edirəm. Bugün mən haqqı, hüququ tapdalanmış müəlliməyəm. Cənab prezident, sizə müraciət edirəm. Mənim Abşeron Regional Xızı Təhsil İdarəsinin nəzdində olan 14 yanvar tarixindən maliyyə yoxlaması gəlib. O maliyyə yoxlamasında güclü şəkildə yeyinti var. İlhami Abdullayeva və onun ətrafında olan tərəfdaşları güclü yeyinti ittiham olunur. Və mənə çox maraqlıdır ki, bu adamlar niyə də hələ həbs olunmur? Bu günləri ümumiyyətlə mən sizə sual verirəm, Gülnaz Kərimova. Sən kimsən axı? Sən nüjeli öz belə burada mənəm Bağdadda kör xəlifəsən ki, sən öz rəhbərini belə eşitmirsən? Sən hansı əsasla bunu eləyirsən? Cənab prezident, hörmətli Mehriban xanım Əliyeva, sizə müraciət edirəm. Mənim haqq səsimi eşidin. Sizin bir kəlməniz var, mən haqqam. Heç kimsə mənim haqq səsimi sustura bilməz. Hər dəfəsində bu kəlməni deyəndə Gülnaz Kərimova mənimlə lağ eləyir ki, görüm mənim pulum sənin haqq kəlməvi keçirdə biləcək. Sənin pulun var, amma mənim şəxsiyyətim var, qürurum var. Sən kimsən dövlətin malını mənimsəyirsən? Sən hansı əsasla, kimə güvənirsən? Sizin kimlərə cənab prezidentin dəmir yumruğu bəsdir? Siz kimsiz ki? Nəyə arxalanırsınız? Hörmətli nazirimiz, buradan mən sizə xüsusi təşəkkür edirəm Sahil Babayev. Mənim haqq səsimə yeganə dövlət orqanı kimi maliyyə orqanları dəstək verdi. Hörmətli nazirimiz, sizdən xahiş edirəm. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Düzdür, mənim yazdığım bütün şikayətlər hamısı konkret olaraq nəticəsini tapıbdır. Amma yenə də yoxlamaq istəyirəm. Çünki burada Orxan Şirəliyevin çox böyük maliyyə pozuntuları var. Maliyyə işçiləri ilə birləşib dövlətin büdcəsindən mənimsədiyi pullar, Həmkarlar Təşkilatının büdcəsindən mənimsədiyi pullar, Abşeron Xızı Regional Təhsil İdarəsinin bütün müəllimlərinə Həmkarlar İttifaqının verdiyi, deməli, öz hüququ olan pulları mənimsəyir. Region əməkdaşları otellərdə istirahət edir. Məsələn, buna misal olaraq Lənkəranda Sprint Otel 27.000 manat pul ödəyiblər ora. Xahiş edirəm, Sahil Babayev, ilk növbədə sizə təşəkkür edirəm. Çünki həqiqətən də bu dövlətin haqlarını qoruyan bir nazir kimi rüşvətə qarşı çıxsınız. Mənim haqq səsimə səs verdiniz. Sizdən artıq dərəcədə xahiş edirəm. Bugünkü gün və hansı ki o Gülnaz Kərimova ilə birgə yemək yeyən yoxlama işçiləri var, Aqildir, Elşaddır və digərləridir. Onlar bir dənə sadə töhmətlə bu işdən çıxmamalıdırlar. Sizdən artıq dərəcədə xahiş edirəm. Təzədən yoxlama tələb edirəm. Cənab prezident, yenə sizdən rica edirəm, yalvarıram bir ana kimi, bir müəllimə kimi. Bu rüşvətxorları, bu oğruları bu sistemdən silin. Siz bu qədər əziyyət çəkirsiniz. Bu qədər dünyaya meydan oxuyursunuz. Amma bunlar kimi şərəfsizlər, bunlar kimi öz vicdanını pula satan, heysiyyatını pula satan, vəzifəsindən sui-istifadə edib insanları əzməyə çalışan oğrular mənim kimi və mənim kimi susan nə qədər milyonlarla müəllimlər var. Hamısını aşağılayır. Mən sənə sual verirəm, Orxan Şirəliyev. Mən sənə dedim ki, əgər bu prosesdə nəticə olacaqsa mən gəlirəm. Bilmədiyin şeyi, arxasında durmadığın şeyi, mən sənə oyuncağım bəyəm. Səs yazısı da var mənim əlimdə, mətbuata verəcəm. Orxan müəllim deyir ki, bunu heç kim bilməsin, amma Gülnaz müəllimə rotasiya eləyirik. Dedim, lap yaxşı, rotasiya eləyirsiniz, eləyin. Siz məni bura nəyə çağırmışsınız buna görə? Bu sizin öz işinizdir. Siz mənə söz vermişsiniz ki, iyun ayının 4-də mən barışıq verəcək, Gülnaz Kərimova barışıq verəcək. Hanı bu proses? Hardadır bu proses? Hanı bu barışıq? Hardadır?
indi mən belə başa düşdüm ki, Gülnaz Kərimovanı bunlar birgə, rəfiqəsi, ən yaxın rəfiqəsi, canı, qəlbi və bir yerdə bütün demək olar əməlləri bir yerdə olan, ona görə də bir-birlərindən qırıla bilmirlər və çox maraqlıdır ki, necə idarə müdürüdür ki, sözü keçmir işçisinə. Həmin o rəfiqəsi çox maraqlıdır ki, bugünkü gün boyun qaçırdır. Ona görə ki, güya bu qanun çərçivəsində, zaten mən qanun çərçivəsində işimi görürdüm də, mənim niyə görə vaxtımı alırdınız? Belə çıxır ki, bunlar sizi çağırdılar danışığa və sizin razılığınızı aldılar ki, siz barışıq əldə edəsiniz. Faktı var əlimdə. Siz buna razılaşdınız, amma Gülnaz xanım bunları saymadı da, bunlarla razılaşmadı. Bu özü də onu etiraf elədi. Və dünənləri də otağında bildirib ki, yenə də prezidentin sözünü lağa qoyub. Demir, mən haqqam, mənim haqq səsimi kimsə sustura bilməz. Gör onu necə biabır eləyirəm. Onun haqq səsi var, mənim pulum var. Bunu kim deyibdi? Gülnaz Kərimova. Sizə bir sual vermək istəyirəm. Sizə qarşı atılan addımla bağlı siz Təhsil Naziri Emin Əmrullayevə müraciət edirsiniz? Təbii ki, o da başqa bir nüansdır. Mən 21 fevral tarixində Emin Əmrullayevin qəbulunda oldum Abşeronda. Emin Əmrullayev mənə söz verdi və heç bir sözünü təbii ki yerinə yetirmədi. Tapşırıq verdi İlhami Abdullayevaya. Amma İlhami Abdullayeva 26 fevral tarixində məni çağırdı, yenə bu oyunu çıxartdı və mənə dedi ki, 300 müəllimin içərisində durub deyəcəksən ki, nəslimlə, kökümlə qələt eləmişəm, Gülnaz müəllimə ilə baş-başa gələm. Dedim, problem yoxdur. O məsələdə də məhz işimiz pozuldu. Ondan sonra mən Maliyyə Nazirliyinə məktublar ünvanladım. Yenə də bildirirəm, sağ olsunlar Nazirliyimiz o sözümü eşitdi. Maliyyə Nazirliyi sizin o məktublara bir cavab veribdi? Bu günə sabaha əlaqə saxlamışam, amma tam şəkildə bilirəm ki, yəni verdiyim, özdəki əlimdə fakta var. Orxan müəllimə bildirirəm ki, Maliyyə Nazirliyinin heç bir səhv deməmişəm. Orxan müəllim deyir, xeyr. Nə demişsiniz, düz çıxıb. Və onun da hamısını verəcəm mətbuata. Yəni sizin iddialarınızı təsdiqləyir. Bəli, hamısı təsdiqlənib. Küllü miqdarda yeyinti var. O məktəbdə küllü miqdarda. Mən istəmirəm rəqəmləri burada açıqlayım. Çünki elə şeylər var ki, düzgün deyil. Küllü miqdarda yeyinti var. Və bir də onu deyim. Əgər siz dediyiniz bu faktlar öz təsdiqini taparsa, yəni bu faktlar ortada varsa, burada nəinki o Gülnaz, məktəb direktoru Gülnaz xanım, sonra bu regionalinin rəhbəri İlhamə xanım, bunların nəinki işdən azad olunur, hətta bunları həbsdə gözləyilir. Artıq mənim məqsədim odur. Cənab Prezident, sizdən rica edirəm, xahiş edirəm. Bugünkü gün sizin dəyərli siyasətinizə, güclü siyasətinizə xələl yetirən asta-asta belə məmurların bu cürdə rahat yaşamasına icazə verməyin. Bir müəllim kimi xahiş edirəm. Xahiş edirəm və sizdən inanıram, güvənirəm.